Kolonoskopiya zamanı qurtları görmək olur? Bəli. Lakin biz kolonoskopiyanı qurtları aşkarlamaq üçün etmirik. Kolonoskopiyanın öz göstərişləri var. Qurtları isə axtarmaq istəyiriksə, təyin eləmək istəyiriksə, bu zaman nəcsin ümumi analizini veririk. Lakin bəzi hallarda kolonoskopiya zamanı, xüsusən də bağırsaq təmizliyi natamam olan insanlarda, yaxşı bağırsaq təmizliyi etməyibsə xəstə, bu zaman biz qurtları görə bilirik. Hərəkət edən qurtları. Sizə indi video təqdim edirəm. 65 yaşında yaşlı qadındır. Kolonoskopiyasında biz çoxlu miqdarda enterobiyoz aşkarladıq. Əgər qurtları kolonoskopiya zamanı görürüksə, nə edirik? Həmin qurda uyğun olaraq xəstəyə müalicə təyin edirik. Hər zaman vurğulayıram, qurtların müalicəsi çox vaxtı cəmi bir tabletlə müalicə eləyirik. Uzun-uzadı qurt dərmanları, uzun-uzadı bitki dəmləmələri, qarışımlar içməyə gərək yoxdur. Bir də ki, xəstə gigiyenik qaydalara əməl eləyir və bununla da qurt xəstəliyindən azad olur. Lakin qurtları müəyyən eləməkdən ötəri nəcis analizi bir dəfə aşkarlanmadısa da, bir həftə aralıqlarla 2 dəfə də təkrar olunmalıdır. 3 dəfə negativdirsə, 3 dəfə qurd analizində qurd aşkarlanmırsa, bununla yekunlaşdırılmalıdır. Deməli, pasiyentin olan şikayətləri qurtla bağlı deyil. Hər ağız suyu gələndə, hər qarın ağrısı, hər ishal, hər çəki ala bilməyəndə qurtlarla bağlamaq lazım deyil.